Salam, 39-cu Manpasda hamımızı xoş gördük. Hər video buraxılışının əvvəlində biz sizinlə salamlaşırıq. Bu gün də bu adət-ənənələrdən qırağı dayanmadıq. Yenə də salamlaşırıq sizinlə. Sözüm ondadır ki, baxın nə qədər imkan var, nə qədər vaxt var Manpasya. Baxın, çünki bir gün olacaq, Manpası bitəcək. Yeri gəlmişkən bu tarixə düşmək üçün də hər həftə bizi küçədə hardasa görürsünüz, yaxınlaşın, sizi də çəkək. Mən öz növbəsində demək istəyirəm ki, bizim sponsorlarımızdan biri Access Bank indi tarix yazır. İş ondadır ki, illər öncə oradan kredit götürmüş, sonra uzun müddət fasilə vermiş müştərilərə, indi kreditlər daha sərfəli oldu. Yəni 5 il bundan qabaq kredit götürənə də gəlir indi kredit götürməyə, ona 5% ucuzuna verirlər krediti. Bu məsləhətin əsas məqsədi həm də ondadır ki, bu aksiya şəkli daşıyırdı və oktyabrın axırında qurtarmalıydı. Amma uzatdılar noyabrın sonuna kimi. Dost kampaniyası, bəli. Bəli, ona görə faydalanın ondan. Və bizim verilişin bu dəfəki sponsorları ancaq Access Bank və Caspia Mobile deyil. Həm də sıralarımıza əziz dostumuz Nar Mobile da qoşulub. Nar Mobile-ı salamlayırıq və başlayırıq. Smartfon sahəsində Sony-dən ən yaxşı təcrübə. Sony-nin təqdim etdiyi Xperia Z qeyri-adi imkanları ilə sizi heyrətləndirəcək. Bircə seyirli toxunuşla həyatın hər bir anı gözünüz önündə canlanacaq. Hər bir cizgisinə dizayn ehtirası opmuş səthi hər şeyi əks etdirəcək qədər hamardır. Ruhunuza hakim olacaq elegantlıq. Onun tozdan və sudan qorxusu yoxdur. Smartfon tarixində ilk dəfə olaraq Xperia'da HDR video funksiyası istənilən işıqlanma şəraitində heyrətamiz görüntülər. Zaman öz axarında davam edir. Lakin biz Xperia'nın batareyasının nə zamanda olduğunu görmürük. HD smartfon üçün işlənilmiş heyran edici dəqiqlik. Xperia Z. Sony ən yaxşısını təqdim edir. Birincisi odur ki, heç küçədən pul tapmışsınızmı? Tapmışıq. Nə qədər tapdınız? Maksimum 20 manat. 50 manat. Nəyə xərclədin o? Onu nə bilim xərclədim də, çıxdım şəhərə qızla. Belə. Başqasının hesabına qızla getdin gəzdin. Hə, nə olsun, Allah onun canını sağ eləsin. Amin. Halal eləyər də yəqin ki. Belə tanımır, prosta da yəni halal eləsin. Küçədən pul tapmışsınızmı? Tapmışım. Nə qədər? 1 manat. Neynədir? Yadımda deyil, xərclədim də yəqin ki. Başqa şey maraqlıdır ki, sizə heç toxunmadımı ki, bir dəfə ömrünüzdə pul tapdınız, o da 1 manat oldu? Bəxtim yoxdur da ona görə, şanssızam. Başqa nədə bunu hiss eləmisiniz? Başqa universitetə girməyəndə Əskəriyə getdiniz? getdim. Hara düşdünüz? Daxili qoşun. Evroda tapmışam, dollarda, manatda. Maşallah. Neynəmişsiniz o pulları? Evim üçün ailəmiz xərcləmişəm. Kiçik pullar da, yəni demirəm 10 manat, 20 manat belə 20 evro tapmışam bir ay əvvəl belə bu yaxınlarda. Yox. Heç. Nə vaxt başa düşmüsən ki, artıq böyümüsən? Mən dərrakəmin yüksək olmasından və dünyanı dərk eləməkdən başa düşürəm ki, mən artıq böyümüşəm. Nə vaxt başa düşdünüz ki, böyümüsünüz? Hələ başa düşməmişəm. Neçə yaşınız var? 23. 12, 13 belə. Nə baş verdi ki? 25 yaşında. 25 yaşında. Niyə belə gec? Nə bilim. İnstitutu bitirdinizmi? Nə hadisə baş verdi ki, bunu hiss elədiniz? Yəqin ki, səbəbi yoldaşım oldu. Əsgərlik müddəti keçəndən sonra. Əsgərlik müddətində hansı vaxt oldu? Maladoy vaxtı, ded vaxtı, hansı vaxt? Ded vaxtı hiss elədiniz ki, böyümüsünüz. Bəli. Bu yaxınlarda Nə oldu? Nə baş verdi? nə bilim bəzi həyatda olan çevrilişlərdən sonra anladım ki, uca böyümüşəm. Həyatda hər şey yaşadım, nə bilim hər cür şey. İndi düşdüm ki, 16 yaşım var, böyümüşəm də. Demək olar ki, elə birinci, ikinci sinifdə də. Birinci, ikinci sinifdə insan qalmır. Dünən. Nə oldu dünən? O məndə qalsın. Xəbərləri hardan alırsınız? Qəzet oxuyursunuz, yoxsa internetdən, yoxsa televiziyadan? Xəbərlər mən hər gün qəzet alırdım, qəzet oxuyurdum. Son vaxtlar ancaq televizordan. Mən əsasən türk maqazin xəbərlərini oxuyuram. Axırıncı oxudum. Nə deyirlər? Paraşok neçədir? Yox, onları oxumuram da. Ancaq belə maqazin xəbərləri ya da ki, belə
Azərbaycan şou biznes xəbərlərini də oxuyuram. Belə. Ən axırıncı oxuduğum xəbər Nur Fəttahoğlu'nun evlənməsi. Doğrudan evləndi. Hə, Kim ona qız verdi, maraqlıdır. qız verdi. Valla bilmirəm kim qız verdi, kim bilmirəm. Mən eləcə gördüm şəkillərini ki, evlənib. İşlə əlaqədar olaraq ancaq Face-də görürəm xəbərləri. Nə yazırlar? Axırıncı xəbər. Axırıncı xəbər o oldu ki, Əzbevdə avariya olub. Nə bilim, şoferin başı kəsilib düşüb salonun içinə. Allah rəhmət eləsin. Axırıncı eşitdiyim o ayların adı dəyişdirilməsi olub. Ki, oktyabr adını dəyişdirmək istəyirlər. Gərüşdə. Hə, gərüşdü, nəsə elə bir şey. Xəbərləri internetdən. Televizora baxmısan? Yox, Ancaq internet. bəli. Nə oxumusan axırıncı dəfə? Axırıncı dəfə Çempionlar Liqasının turniri haqqında. Xəbər İradə İbrahimovun Batısına ərə getməyi. Mən sizə daha vacib xəbər deyim. Artıq təyyarələrdə də mobil rabitədən istifadə eləmək olur, bilirsiniz? Yox. Deməli, Azərbaycan hava yollarına məxsus təyyarələrdə uçarkən özünüzlə nar nömrənizi götürürsünüz və SMS göndərə bilirsiniz, MMS göndərə bilirsiniz, internetdən istifadə edirsiniz, zəng eləyə bilirsiniz. Bunu Nar Mobile ilk etdi. Biləsiz, sonra deməyin ki, deməyiblər. Çox sağ olun. Bizi fərqləndirən seçimlərimizdir. Seçimlər həyatımıza yenilik, əyləncə və rəng qatır. Məhz buna görə Nar internet üçün geniş fürsətlər yaradır. 5 turbo internet paketindən özünə uyğun olanı seç. Nar turbo paketləri, istədiyini seç. Axırıncı dəfə sizə kim pul hədiyyəsi edib? Bir həftə əvvəl. Bir həftə əvvəl. Nə idi? Nə mərasimi idi? Ad günü. İşte bizdə Qurban bayramında bayram pulu verilir. Nə qədər verdilər? 20 manat. Atam, ana. Nə qədər verdilər? Veriblər də. Mamam. Nə qədər verim? Dollarla desək 500 dollar. 500 dollar. Yaxşı puldur. Bilirəm. Nəyə xərclədiniz? Yadımda deyil. Dostum eləyib. Nə qədər? Mənə 200 manat. O da ad günümdür, bəli. Qəşəng dostlarınız var demişsə. Ad günümdə axırıncı keçən il. Kim verir pulu? Papam Nə qədər pul verir? 200, 350. 200, 300. Məbləğini də deyim. Əlbəttə. 1000 manat. ƏDV daxilli. Bəli, bəli. Yəni ad günümdə. Adını da deyə bilərik. Deyin. Kənan Namazov. Qaynanam Nə qədər pul verib əgər siz 50 deyirsiniz? manat. Mənə lazım deyil ki, biri mənə pul versin. Mənə bir şey lazımdır. Mənə kitab alsın və yaxud mənim mədəniyyətimi yüksəldək, mənə mənəvi dəstək versin. Budur. Ən xoşladığınız səs hansı səsdir? Zeynəb xanlarımın səsi. Bir dəqiqə Röyan səsi. Bəs məişət səslərindən? Məişət səslərindən. Yağışın səsi xoşuma gəlir. Kənddə yaşamışam. Bizdə şəlalə var idi. Şəlalənin şırıltısı mənim xoşuma gəlirdi. Imagine Dragons'un solistinin. Pişiyin səsi. Bir də azan səsi. Qız səsi. Telefonuma gələndə zəngin səsi. Yəni niyə bu sənə belə Heç nə cuşa En gətir? azından bilirsən ki, sənə də kimsə axtarır da. Kiməsə lazımsan. Mənim sənə məsləhətim, əgər həqiqətən də kiməsə lazım olduğunu hiss eləmək istəyirsənsə, Sony Xperia Z1 telefonu. Bilmən xəbərin var, yoxdur. Təzə telefon çıxdı axı. Bilirəm hə, qəşəng telefon. Bax, 20 megapiksel, ondan sonra suyun altında 30 dəqiqə qalma qabiliyyəti. Android platformalıdır. Kim Android işlədirsə, onlara lap rahat olacaq. Yəni, Yaxşıdır. Allah qismət eləsin sənə. Allah qismət eləsin. Çox sağ ol. Sizcə spam nədir? Spam virus. Nə? Spam. Nə? Spam. Necə? Spam. Spam, eşitmişəm. Hansı sahədə işlənilən termindir? Spam. Nə bilim, valla bəlkə kosmetoloji. Dəqiq bilmərəm. Özünüz harda təhsil alırsınız indi bu saat? Özüm məktəbdə Zəkalar liseyində Neçənci sinif? 11-ci sinif. Orada artıq keçiblər orada da. Spam nədir? Spam. Məlumatım yoxdur. Bir dəqiqə mən də onu mən də spam eləyirlər. Mən də qalmışam orada. Bilmirsiniz nə olan şey. Orada nəsə maneçilik törədirlər də, nəsə hansı bir prosesi
həyata keçirməyə mane olur o. Virus kimi bir şey. Что такое? Başa düşdüm ki, bilirsiniz. Axırıncı sualım belədir ki, rəfiqənizdir. Hə. Sizi gözləyir. Salam verik. Axırıncı sualımız isə budur ki, sizə uşaqlıqda nə deyirdilər? Uşaqlıqda deməsi deməyim də onu. Yox, sən məncə. Yox. Sən mənə Deməyim. de. Yox. Yəni rəfiqən də yanındadır. Yox, deməyim. Heç onlar bilmir mənə nə deyirlərini. Yaxşı deyil. Yox, valla yaxşı deməyim. Yox, denə, yəni burada nə var ki? Yox, yaxşı çıxmır. Valla. Gecikirik, doğrudan biz də gecikirik, biraz tez. Nə deyim? Yox, deməyim, nə olar deməyim. Elə uşaqlıqda mənim manı istəyiblər. Nöşün? Sənətim oldu ona görə. Wunderkind. Doğrudan. Niyə? Ağıllı uşaq olmuşam ona görə. Nə yaxşı. Qvatemalanın paytaxtdan şəhər. Oo, bilmirəm. Yaxşı ki, uşaqlıqda deyil. Hə? Elə Qvatemalan olmalı. Çox sağ ol. Pota. Niyə? Kök idim ona görə. Mənə deyiblər, oxu, yaxşı oğlan olarsan, yaxşı professiyan olar. Tıxtı xanım. Niyə? Balaca olduğuma görə. Mənim biraz tüklü olma, akıllı deyirdilər. Nə mənada nə deyirdilər? Uşaqlıqda sizə nə deyirdilər? Nə mənada nə deyirdilər də? Yəni uşaqlıqda Fikirsə nə deməli idilər məsələn? nə bilim, hərəyə bir şey deyiblər uşaqlıqda. Mənə maraqlı ki, sizə uşaqlıqda nə deyiblər? Bir şey nədir də? Məsələn, deyinə aydınlıq ver ki, mən də sənə deyim ki, filan. Nə bilim, misal üçün mənə uşaqlıqda deyiblər ki, göy kurtkalı insanlardan müsahibə götür. Tutaq ki. Abstrakt düşünsəydə. Ona görə də siz göy kofta geyinirsiniz. Yox, ona görə göy kurtkalı insanlara yaxınlaşın. Amerika yoxsa Rusiya? Rusiyanı da gördük, Amerikanı da görürük. Rusiyanı 70 il gördük. Amerikanı da indi görürük. Heç biri. Heç biri. Amma əslində Amerika sonuncu olimpiyadada ən çox medal qazanan olub. Başa düşmədim sözünüzü, necə? Yəni Amerika deyirəm ki, sonuncu olimpiyadada ən çox medal qazanan ölkə olub. Aha, yaxşı. Bunun bizim suala nə aiddir? Ona görə deyirdim Amerika yoxsa Rusiya. Amerika yaxındır Rusiya. Rusiya. Yaxşı fikirləşsək, Amerika. Heç biri. Amerika. Niyəsini soruşmayın. düzgün cavab da əslində Amerika doğrudan da keçən il olimpiyadada ən çox medal qazanan ölkə idi. Bu düzgün cavabdır. Təbrik edirəm. Təşəkkürlər. Sağ olun. Amerika əlbəttə. Əslində bu il qış olimpiyadası Rusiyada keçiriləcək, Amerikada yox. 2014-də daha doğrusu. Bilmirəm. 2014-də qış olimpiyadası harda keçiriləcək? Amerika yoxsa Rusiya? Bir ölkə adı deyin. Rusiya olar mənə gəlir. Mənə gəlir Rusiya olar. Sizcə Amerika yoxsa Rusiya? Mən bu dövlətlər hegemon dövlətlərdir. Yəni mən bu siyasətə çox baş qoşa bilmərəm çünki siyasətdə çoxlu boğulanlar olub. Amma mən siyasətlə heç bir, yəni bu ölkə cüzü yoxsa o ölkə, ikisi də cüzüdür. Mən hər ikisinin fikrinə razıyam. Mən deyə bilmərəm ki, Amerika cüzüdür, iqtisadi cəhətdən Rusiya cüzüdür. Rusiya da cüzlüdür, Amerika da cüzlüdür. Mən belə fikirləşirəm və hər ikisi də böyük dövlətlərdir. Hamısı hər ikisinin fikrinə razıyam. Hərəsinin özünə görə, hərəsinin öz nəzəriyyə dövlət başçılarının fikirlərindən tam razıyam. Mən deyə bilmərəm ki, Amerika cüzlüdür yoxsa Rusiya zəifdir. İkisi də cüzlüdür. Mən bunu deyirəm. Çox sağ olun. Minnətdarım iştirakınıza görə. Sağ olun, var olun. Kaspian Mobile-ın dəstəyi ilə Alo Salam Tanıdın rubrikasının bu dəfəki iştirakçısı Xəyalədir. Xoş gördük. Çox sağ olun. 2 kəlmə ilə özünüz barədə. Necə təqdim edə bilərəm özümü? Əzizli Xəyalə. Tələbəyəm. Əla. Bu bəs edir ki, biz sizi tanıyaq. İndi qaldı bir dənə sizi səsinizdən tanımaq. O da ki, bizim nömrədən Kaspian Mobile-ın təqdim etdiyi Sony Xperia Z1 telefonundan zəng eləyirik istənilən bir tanışınıza və yaxud evə, hara istəyirsiniz yığın, sizi səsinizdən tanınan yerə. Evə zəng vuraq ən yaxşısı. Hə? Alo, salam. Tanıdın? Deyirəm, tanıdın? Alo. Tanıdın məni?
Tanıdı. Ata çox sağ hədiyyə qazandırdı mənə. Heç nə sonra sənə izah eləyərəm. Hədiyyə qazandırdı mənə tanımaqla. Əla, çox sağ olun, minnətdarıq. Adı nə idi atam? Hacı Nüsrət. Mən buradan ona əvvəla salam göndərirəm. İkincisi, onun qızı üçün hədiyyəmiz Kaspian Mobile-dan 30 manatlıq hədiyyə kartıdır. Halal xoşunuz olsun. İkinci məsələ də artıq evdəkilərin ağzı şirin olsun deyə Mampası konfeti göndəririk onlara. Təşəkkürlər iştirakınıza görə, uğurlar. Sony Xperia Z1 bax beləcə gördüyünüz kimi küçədə sizi görsək, yaxınlaşın bizə, sizə də hədiyyə qazandıraq və mənə elə gəlir ki, bu çox maraqlı hekayədir.